Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hamınızı yeni vlogda. Elə səhər yeməyimizi yedik, bitirdik. Gətirdim, tez bunu qoydum ki, bu da bişsin. Hazır olsun ki, bankalara doldurum. Bu qədər suyu çıxıbdı. Elə yeni qoymuşam, heç isinməyibdi, amma bu qədər suyu çıxıbdı. Bütün gecəni qaldı şirənin içində, şəkərin içində. Burada da kətənin göyünü hazır eləyib dünəndən yuduq qoyduq. Burada cincilimdir, civtikandır, çöl kişnişidir. Hamısını yuduq belə qoyduq qurusun ki, bugün kətə də eləmək istəyirik. Kətə yazda çox eləyirik. Göyərti vaxtıdır deyə elə hər həftə demək olar kətə eləyirik. Çünki hamımız sevirik deyə tez-tez eləyirik bundan. İndi vanil də götürüm hazır qoyum. Bilim ki, burada mən vanil 2 dənə vuraram yəqin ki. Bizim rəhbərlərin hamısına vanil vururuq. İndi bura qoyum, hazır dursun, bilim ki, vurmalıyam, yadımdan çıxmasın. Salam, sabahınız xeyir. İndi artıq iş başladı. Bayram günləri bitdi. 3 gün evdə olduq, bitdi. İndi düşdüm belə güllərdən dərdim. Bizdə 3 cür gül var da, budur. Belə açıq rozlu rəngdir, biraz tündür. Bir də biri var, ondan bir dənə idi. Hiç bilmirəm hardadır. Hə, bu da bir dənə də budur. Bunda bu biraz başqadır rəngi. Bunlardan yığdım. İndi istəyirəm saraya bir dənə qəşəng buket qayırım. Belə bir şey var. Qayırım, aparsın müəlliməsinə. Bağçadakı müəlliməsinə aparsın. Qorxuram ki, verməyə. Çünki gülləri çox sevir. Birdən deyirəm müəlliməsinə verməz. Gərək başa salım ki, evdə apar ver müəllimənə. Beni böyle tartsın. Buketimiz hazır. Belə alındı. Məncə qəşəngdir. Xeyli vaxtda gül oldu içində. Belə də bağladım. Düzdür, belə lentim olmadı deyə bununla bağladım. Qəşəng biri olmadı. Onsuz da orada açıb fazla qoyacaqlar da yəqin ki. İndi də bir dənə izləyicim yazmışdı ki, bəs dedi bu güllərdən bir neçə dənə ləçəyini çay dəmləyəndə içinə at. Mən də çay o pişi dəmləyəndə içinə ata bilmirəm. Çünki deyirəm birdən bəyənməz, heç kim içməz. Ona görə özüm üçün belə bir neçə ləçəyini qopardacağım. Evdəki güllər də açıb deyir, gərək mən yığım təzədən ev üçündə. Axşama yəqin ki, yığaram, qoy biraz da çox olsun. Açsınlar biraz da. İndi bu qədər bəsdir məncə. Hə, bunu yudum, qəşəng, təmiz. İndi qoyum bunları bunun içinə. Özümə bir dənə çay süzüm. İnşallah ki, qəşəng olar. Çünki mən gül mürəbbəsini sevirəm. Elə bunun çayı da qəşəng olar.
Mən heç bunu bilmirdim. Yaxşı ki, çox sağ olun ki, dediniz. Buranı da təmizləyim deyirəm. Çünki işə çıxacağam. Elə də vaxt olmayacaq. Bura yenə əlimizə nə gəldi qoymuşuq. Həmişə olduğu kimi bu bir neçə dənə gözü var ki, mətbəx mebelin ora əlimizə nə keçdi qoyuruq. Ona görə hər dəfə belə alınır. Səliqəsizlik olur. Ona görə çalışıram tez-tez bu oraları yığım. Burada sirkədən də az qalıbdı. Bu nədir qoymuşuq heç bilmirəm. Baxım görüm. Duzdur. Nəyisə işlətmişik. Bəlkə də balığa işlətmişik. O da sonra balıq iylənər deyə yeməklər sonra dəyməmişik. Bu da reyhan qurusudur. Bu zəncəfilin üyüdülmüşüdür. Bunu İran mağazindən almışdım. Çox yaxşıdır. Hərdən belə lazım olanda mədə ağrıyanda, əsasən mədə ağrıyanda bunu çaya qatıb belə çay qaşığının ucunda içirlər. Çox o xeyirdir. Manna almışam, amma çox da elə vermirəm. Çünki deyirlər ki, manna uşaqlarda qanazdıq yaradır deyə. Ona görə mannını çox da elə işlətmirəm hərdən. 1-2-3 aydan bir belə bir dəfə eləyərəm. Bu sarköyü də İran mağazindən almışıq. Mən belə şeyləri əsasən İran mağazindən alıram. Bir dənə oradan vanil almışam, xoşum gəlməyib kilodan. Şəkər pudrasıdır heç. Vanil dadı yoxdur, ancaq belə şirin şəkər pudrasıdır. Amma başqa hər şeyi oradan alıram, şükür, razıyam hər şeydən. Bu da kraxmaldır. Bunu kremin, zavarını krem eləyəndə işlədirəm. Belə. Bunu da heç saxlamışam, bilmirəm nəyə lazımdır. Bu strecin belə kartonudur. Heç deyirəm, bəlkə nəyəsə lazımdır, saxlamışam burada. Elə belə şeylərdir ki, buranı belə səliqəsiz elə. Burada da uşaqlar nəsə götürüb dağıdıblar. Gərək tamam silim, buranı təmizləyim. Bu da chia toxumudur. Bunu bir ara almışdım. Bunu da İran mağazindən almışdım. Bir ara qatığa qatıb yeyirdim. Heç bir dadı yoxdur. Elə bir ki, qatıq yeyirsən. İndi gərək arada yenə eləyim. Deyirlər, bu çox xeyirlidir. Belə. Burada da pripravaları yığmışam. Gərək baxım görüm nədir. Bu istiotdur. Burada da başqa. Bunları keçən dəfə aldım. Bu markov salatı var. Markov po-koreyski. Onun ədviyyatıdır. İstəyirəm bir gün eləyəm. Çünki bir dəfə yemişəm, ondan çox xoşum gəlibdi. Ona görə istəyirəm eləyəm. Bir də belə toyuğun üstünə vurmaq üçün priprava almışam ki, işlədək görək nətəridir. Burada da heç nə. Baxaram görüm. Burada lazımsız nə var. Tullayaram, qalanını da yığım. Sroklarına da gərək baxım ki, hansınısa vaxtı keçibsə, onları işlətməyim. Məsəl üçün bu çayı heç nə vaxt almışıq, yadımdan çıxıbdı. Buradadır, sroku görüm. Vaxtı keçib. Hə, keçibdi 2025-də. Vaxtı keçibdi. Bunu mən tullamalıyam. Qoyum qıraqda ki, bunu bilim ki, tullayacam. Bu da yenə qırmızı istiotdur. Güya ki, bu paprika, qırmızı istiot. Amma 1 qram acılığı yoxdur. Mən xoşlayıram piraşki eləyəndə tomat qayırıram, hazırlayıram. Ona bundan tökürəm. Yəni 1 qram acılığı yoxdur. Ona görə elə burada da belə qalıb. Bəlkə də heç bunu da tullayım. Neynirəm, heç işlətmirik. Çünki heç bir acılığı da yoxdur. Yəni burada bu polkada gözdə fanarə kimi var. Əlimizə nə keçib qoymuşuq ora. Bu da mixəkdir. Görün burada mixəyin içində azdır. Elə bunu mixəyin içinə töküm. Yer tutmasın. Mixək də azalıbdır. So, bunu hazır elədim. Tökdüm buna. Bunlar da lazım olur. Belə bunların ağzını açanda sonra belə eləyib bundan bağlayırıq. Ona görə də bunu taxıram bura. Karobka da artıq köhnəlib. Gərək başqa bir şey qoyam içinə. İndi qızlara verdim. Dedim hamısının srokuna baxın. Hansı köhnədirsə tullayaq. Deyirlər bunların sroku keçibdi. Bunları tullayaq. Haycan. Ha.
Bunun da sroku keçibmiş. Baxıram mən bunları niyə saxlamışam bilmirəm. Hər dəfə oranı yığanda baxıram. Amma bu ucu 25-də bunun da vaxtı bitib. Çoban yastığıdır. Bunu da nəsə diş ağrıyanda, diş müalicə olunandan sonra bundan həmişə qarqara eləyirik. Hə, bunu da tulla. Hamısını tulla onların. Sonra görüm orada yuxarıda yenə var. Onlardan gül xətmi, sonra başqalar var. Onların da srokuna baxım. Görüm onlarda bitibmi. Bu da əhəngdir. Bunu yayda qarpızı qoyuruq. Qarpız mürəbbəsi eləyəndə qoyuruq əhəngə ki, bərk olsun, onun üçündür. Hə, burada da zərlərdir. Mən bir vaxtlar tort bişirirdim. Uşaqların ad gününün hamısına özüm tortlar bişirirdim. İndi axır vaxtı işləyirəm deyə vaxtım olmur, həm də həvəsim yoxdur. Zakaz eləyirik. Amma qabaqlar mən özüm bişirirdim deyə belə zərlər alırdım, bəzəyirdim üstünü. Bu da Novruz bayramından qalıb yumurtaları boyamaq. Saxlayım, gələn il inşallah işlədərik. Rənglərdir. Hamısı da tökülübdür zərlər. Gərək baxım, təmizləyim buranda. Heç bu yadımdan çıxmışdı ki, bunlar var məndə. Neçə vaxt işlətmirəm deyə, tort bişirmirəm deyə. Ona görə bunlar da belə qalıblar burada. Qablarını da, korobkalarını da gərək dəyişim. Tamam köhnəliblər. Şükür. Şükür yenə biraz da olsa səliqəyə sala bildim. Hər şeyi belə sıranan qoydum. Burada da uşaqların rezinləridir. Çünki məktəbə səhərlər gedəndə elə mətbəxdə hazırlaşırıq da. Elə buradan tez götürürüm saçlarını, darıram saçlarını, rezinləri də yığıram bundan. Ona görə həmişə burada qalır. Belə yuxarını da belə bir tər elədim. Burada belə otlardır, lipadır. Bu bilmirəm, məncə gül xətmidir. Elə ot var ki, heç bilmirəm nədir. Elə neçə illərdir bizdə onlar qalıblar, işlətmirik də. Belə bu da lumuduzudur. Bunu da almışdım İran mağazinindən. Kilola çox qəşəngdir. Bunu mən paltaryuana işlədirəm. Həftədə 2 həftədən bir bundan tökürəm, soda tökürəm, sirkə tökürəm, bir də paraşok. Paltaryuan qəşəng təmizlənir. Özdə ən yuxarı dərəcədə 90 dərəcədə, 95 dərəcədə qoyuram, tərtəmiz olur paltaryuan. Belə